Salam dostlar. Ən çox gələn suallardan biri sizə müqayisəli şəkildə göstərim. Baxın, bu gərmə deyilir çox adam. Məsələn, bunun altı heyvan peyninin oxağıdır. Yəni quru hissəsi. Peyin buradan gedir, toplanır ora, çalıya. Sonra çaladan sonra o ayrılır. Peyin iki hissədir. Maye və quru hissə. Quru hissə təzədən bura tökülür və onun üzərinə saman tökülür. Və bu da pol dediyimiz pol şey. Bu daha səmərəlidir məncə. Çünki bunu dəyişməyə ehtiyac yoxdur. Burada sadəcə hayta, hey. Bura təmizlənir, sıyrılır, tökülür yerə və üzərinə saman oxağı tökülür yenə burada. Aplika da tökülür, saman oxağı da o gələn şeyə baxır. Hazır qablarda gəlir. Yəni o daha səmərəlidir. Bunu 2 həftədən bir bura yeni şey tökmək lazımdır. Saman, 3 həftədən bir də peyin oxağı tökülür. Belə. Amma burada da standart sistemdir. Bir də sizə növbəti videomda yarıq döşəmə sistemini göstərəcəm. Spottelboden. O daha yaxşıdır, səmərəlidir. Çünki burada heyvanın qıçı travm ala bilər. Gördüyünüz kimi cross sistemidir. Buradan gəlir, təmizləyir, o çuxura tökür hamısını. Amma Spottelbodenə yarıq döşəmədə heç bir təhlükə yoxdur.